Pasiyentimiz varikozdan əziyyət çəkir. Varikozun müalicəsi üçün belə bir metoddan istifadə edib damarların daha da genişlənməsini qarşısını alırıq. Bismillah. İncitmir. Çox ağırlı proses deyil. Şəkər xəstəsiyəm də öz-özünə çıxması daha məsləhətdir. Şəkər xəstələrində də eləmək olur. Belə ciddi deyil. Rənginə bax, qara çıxır. Rənginə bax. Qanın rəngi laxtalanma da var. Qanında laxtalanma olmasaydı, bu nahiyədə deşəndə fontan vururdu qan. Yəni, çox güclü bir formada vurmalıydı əslində. Yerləri sonradan bir balaca kimi, göynəmə kimi olur, amma ayaqlarda həmən rahatlıq hiss edir. İğnə batırma üsulu ilə müalicə varikozdan azad olmaq üçün, varikozun daha da artması üçün, qarşısını alması üçün bu metodlardan istifadə edir. Kim belə kimi bir problemi varsa, bizə, mərkəzimizə yaxınlaşa bilər.